Alkışlar gelsin Neriman şerefine. Son bir şey isteyeceğim sana Neriman. Yani her müğenninin bir boğazları vardır. Mesela ben müğenni değilim, yani sesim de yoktur. İnşallah müğenni olarsın. Allah eləməsin, istəmirəm sənin gününə düşəm. Elə yaxşıdır. İstəmirəm, elə yaxşıdır, müğənni olmaq istəmirəm. Yəni, sadəcə hər müğənninin, diqqətlə, xahiş edirəm, biraz qulaq asın. Hər müğənninin bir boğaz yeri var. Məsələn, sizdə mənlə bir boğaz eləyin. O qıtlaq ki var ya, qıtlaq, orada. Əydə bilməzim mənim kimi var. Dur, nə benim? Derbermeli seversen ödünü eğme, şeytana bad ver kimseye söyle. Boğaz dediniz, söğüşten demedim. Boğaz. Bunlardan. Ya Gördünüz mü? Hadi buraya gel. Evet. Şimdi sizden biraz horozvari boğaz isterim. Xahiş edirəm. Xahiş edirəm. Buyur. Bir tane tutam versin de. Dem gelecek. Her derdimi unutamam gülüm senin bu dalında. Lan olaydı dilim. Ya Ben boğaz deyirəm. Demirəm sən rüçünü da. Elə bil ki bu hamışama qalır. Boğaz, bak o kişi elədi ya, ondan. Boş boğaz, musiqisiz zatsız. Kişi gördün dəmsiz elədi. Belədir də boş boğaz dedi. Bayaqda nədir, anqırıram burada. Hay Allah. Buyur. Gelsin boş boğaz. Boş boğaz senden gelecek, buradan gelmeyecek. Lan eşyol ya, kafamı kızdırıyor ya. Şimdi döveceğim onu ya. Yallah. Boş boğaz, musiqisiz. Boş boğaz, hiç ne diyeyim ya. Ay boş boğaz, deyirəm ki, boş boğaz. Aha. Ritim hazır mısınız? Allah'ı veren de sen oradaydın. Allah'ı veren de sen oradaydın. Ben bilirəm ki 2 ayda İstanbul'daydım da sen oradaydın, sen oradaydın. Lerik'teydim. Bak indi bu dem var ha. Bu demde o boğaz elə. Senin yerinde o boğaz, sadece boğaz, başka bir şey. Dünya kibiye dehşet, kimiye kefil ayş. Ömrümde boş boğaz olmamışam, onu bilmezsen. Boş boğaz belayı olur Ayşe. Öz boğazım. Ben yenirdiz burada, da bu özü buradaydı da. Özü buradaydı. Allah sana ömür versin. Mehriban olasın, Allah sana can sağlığı versin. Televizyona çıkır. Ne diyorsan açıklayayım, televizyona çıkmak istiyor. Ha? Ne dedi? Televizyona çıkır ha? Çıkmak istiyorsunuz televizyona. Ne var evde televizyon var, getirin buraya çıksın üstüne. Hele çıkmak istiyorsan. Hara ora.
Efirə çıxmaq. Bira o Azərbaycana, o böyük yer. İndi bura haradır ki? Nə haradır? Azərbaycanda. Ən gözəl hüşəsidir də. Bilirəm. Yəni efirə çıx, yəni kömək edə bilərəm sizə o vaxtda. Niyə çıxırsan? Niyə? Ben de bu popüler oldum. Yox, burada Rusva elədin özü. Yəni orada niyə çıxırsan? Nə oxumaq istəyərdin orada məsələn? Mesela bir tane Ceyran var. Ceyran'ın. Ya o Ceyran heyif değil mi ki sen onu pis günə qoyursun? O Ceyran'ı siz yaradaram orada özüm için. O Ceyran. Ceyranı elə Allah yaradıb da, gözəl bir heyvan yaradıb. Sən onu donuza döndərərsən. Yaşadaram özüm için necə lazımdır. Sən hələ bir özünü yaşat. Ceyran özü için yaşayacaq. Şaban ben 65 yaşım var. Nə danışırsan? Allah'ımıza and olsun. Pasportu çıxar. Pasportu götürmemişim ama. Yalan danışma. Yok oğlum. Pasport cibində olmalıdır həmişə. Götürmemişim de sana kurban bak. Doğrudan 65. 65'teyim Allah'ımıza. Valla vermək olmaz 65. Ben 45 verirler ne oldu? Mən sana 75 verirəm. Ürəyim birləşdir. 85 verirəm qardaş. Ürək mühəndisdir. Allah sana bundan sonra da uzun ömür, can sağlığı versin. Ama efirə çıxmaq istəyirsənsə, Bir tane yaradarız inşallah burada birazdan. narahat olma. Bu anonslarıdır. Birazdan Nəriman ve Şaban daha bir güzel Hind mahnısı oynayacaq. Bax deyirəm ha, mən oxuyacağım. Yaxşı, razıyam. Sən Hind kişi səsində oxuyacaqsan, mən Hind qız səsində oxuyacağım. Razıyam. Ama hərəkətləri, qız hərəkətini sən eləyəcəksən, kişi hərəkətini mən eləyəcəm. Şu değil ama Kişi səni, sen kırmızı giymişsin ama göre. qırmızının buna dəxli yoxdur. Qatıqlar, qırmızı. Kırmızı giy kişiler kaldı. Mən də nə deyirəm? Deyirəm ki, qızın səsində mən oxuyacağım. Kişi səsində sən oxuyacaqsan. Amma qız hərəkətini sən eləyəcəksən, kişi hərəkətini mən eləyəcəm. Yəni zəmanəyə uyğun eləyək də. Yaxşımı? Oturun onda. Bir gözəl alqışlar gəlsin. Və mən istəyirəm elə